Bugünkü bizim tədbirimizin adı Kardiometabolik və Nadir Xəstəliklərin Konqresidir və bu mövzu heç də təsadüfi deyil. Kardiometabolik xəstəliklər 21-ci əsrin sağlamlığın ən böyük yüküdür və hansı xəstəliklər buna aiddir? Yüksək arterial təzyiq, piylənmə, qanda xolesterin mübadiləsi pozulması və bəzən böyrək çatışmazlığın yaranmasıdır. Nadir xəstəliklərdə həmçinin də təsadüfi seçilməmişdir. 28 fevral Nadir xəstəliklərin gününə təsadüf etdiyinə görə, ona görə də bizim konqresimiz tez-tez rast gəlinən kardiometabolik xəstəliklərlə yanaşı da nadir xəstəlikləri də toxunacaq. Nadir xəstəliklərin də əsas problemi ondan ibarətdir ki, xəstələr öz xəstəliyini həkimlə bir yerdə heç tapa bilmirlər. Nə səbəbini bilirlər, səbəbini bilmədən də onu müalicə edə bilmirlər. Düşünürəm ki, bizim bugünkü konqres çox böyük bir töhfə verəcəkdir və hər bir bunu tərk edən, zalı tərk edən həkim ilhamla zalı tərk edəcək, yeni ideya, yeni baxış və yeni qərarla bu konqresi tərk edəcək və öz xəstələrinə şəfa verəcəklər. Bildiyiniz kimi, ürək-damar xəstəlikləri bütün dünyada və həmçinin də Azərbaycanda ümumi populyasiyanın invalidizasiya və xəstələnmə və ölüm səbəbi olaraq ilk sıralardadır. Əsas məsələ gələcəkdə bu xəstəliklərin də qarşısının alınması ilk öncə həm həkimlərin, amma daha çox pasiyentlərin üzərinə düşür. Onlar bir dəfə öz xəstəliklərini qəbul edib, müalicəyə riayət edib və mütləq şəkildə öz vərdişlərini dəyişdirməlidirlər. İkinci suala gəldiyimdə, mən mütləq şəkildə xəstələrin nə yeyib içməklərinə diqqət etməsini xahiş edərdim. Həmçinin də siqareti də buraxmağı tövsiyə edərdim. Ben Barat Yusubov. Bildiğiniz gibi bugün Azerbaycan Kardiyoloji Derneği'nin davetiyle geldik. Metabolik xəstəliklər, nadir xəstəliklər toplantısına. Tabii ki, həmişəki kimi Kardiyoloji Dernek əvvəlki toplantılarda olduğu kimi çok güzel bir, çok maraqlı bir hem elmi hissə təşkil eləmişdi, həm istər məruzəçilərin seçilməsi, digər məsələlər çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu işə görə başda Yasmin xanım olmaqla bütün Kardiyoloji Dərnəyə təşəkkür edirəm. Bugünkü təşkil edildiyimiz tədbir həm də nadir xəstəliklərə aid idi. 28 fevral nadir xəstəliklərin xüsusi olaraq tanınmasına həsr olmuş bir gündür. Ürək xəstəliklərinin içində iki vacib nadir xəstəliyimiz var. Bir ailəvi xolesterin problemi, bir də pulmonar arterial hipertenziya. Hər ikisi ciddi problemdir. Hər ikisinə həm pasiyentlərin özünün ciddi diqqət ayırması lazımdır, həm həkimlərin, həm də ölkədə səhiyyə siyasətində bu istiqamətdə xəstələrə, həkimlərə kömək eləməyinə ehtiyac var. Kardiometabolik xəstəliklər və nadir xəstəliklər konqresi öncəliklə Azərbaycan Endokrinoloqlar Cəmiyyəti adından Azərbaycan Kardiyoloq Cəmiyyətini təbrik edirəm. Belə gözəl bir konqre ərsəyə gətirdikləri üçün. Bir nüansı vurgulamaq istəyirəm. Kardiometabolik xəstəliklər dedikdə əslində geniş bir profili əhatə eləyir. Burada ürək nişimi xəstəlikləri, burada böyrək xəstəlikləri, piylənmə, şəkərli diabet xəstəliyi kimi geniş bir xəstəlik kütləsinin içərisinə alır. Bu tərz konqrələrin təşkil olunması əslində ümumi bir profilə geniş bir şəkildə baxmağı təmin eləyir. Daha əvvəllər bir xəstəyə sadəcə bir ürək nişimi xəstəliyi kimi yanaşılsa, sadəcə bir diabet xəstəliyi kimi, sadəcə bir nefroloji xəstəlik kimi yanaşılırdısa, bugün bütün bu xəstəliklər bir kardiometabolik bir konsept çərçivəsində dəyərləndirilir və bu tərz dəyərləndirdikdə xəstəyə daha doğru yanaşma, daha müasir yanaşmaya təmin etmək olur. Ben bir daha belə gözəl bir konqre ərsəyə gətirdikləri üçün Azərbaycan Kardiyoloji Cəmiyyətinin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm və bir multidisiplinarlığın davam etdirilməsi, multidisiplinar şəkildə yanaşmanın təmin olunmasını təşkil etdikləri üçün bir daha təşəkkürümü bildirirəm. Hər kəsə gözəl konqrelər arzu edirəm. Deməli, pasiyentlər göz həkiminə yaxınlaşdığı zaman belə bir halla rastlaşa bilir. Biz həmin insanların göz damarlarına baxırıq, yəni ki, gözün kökündə olan damarlara. Və göz yeganə orqandır ki, bütün bədəndə sadəcə çılpaq gözlə bir göz həkimi baxa bilir ki, damar nə vəziyyətdədir. Və həmin damarlar bütün bədənin aynasıdır. Sadəcə qəlbin aynası deyil, yəni ki, böyrək, qaraciyər, bütün orqanları düşünür ki, əgər gözdə problem varsa, çox böyük ehtimalla o birisi orqanlarda da problem var. Ona görə biz göz dibində nəsə şübhəli gördüyümüz zaman və ya tam tərsi məsələn təsdiqlədiyimiz zaman şəkər, təzyiq əlamətləri müvafiq həkimlərə həddindən artıq çox
müvafiq həkimlərə həddindən artıq çox pasiyent göndəririk və bu pasiyentlər xəbər olmur ki, şəkəri var, təzyiqi var. Hətta bizi ilə biraz mübahisə ilə ki, yox, heç bir problem yoxdur. Ondan sonra biz göndəririk bir həkimə, gəlir ki, təşəkkür edirəm ki, siz mənim gözümdən belə bir problemi aşkarladınız. Siz deməsəydiniz, mən elə illərdə bu şəkildə gəzmiş olacaqdım. Ona görə rutin göz müayinələri həddindən artıq vacibdir. Sadəcə gözünüzü düşünməyin, bütün bədəninizi düşünün və vaxtında göz həkiminə gəlin. Ümumiyyətlə, belə konferansların keçirilməsi elmi cəhətdən həkimlərin inkişafına səbəb olur. Bir göz həkimi olaraq bugün kardioloqların cəmiyyətinin konferansında iştirak eləməyimi həqiqətən çox önəmli olaraq görürəm. Çünki gözlər qəlbin aynasıdır və həqiqətən də gözdə olan problemləri eyni şəkildə ürəkdə görə bilir kardioloqlar. Ona görə birgə əməkdaşlıq sadəcə biz göz və ya kardioloqlar üçün deyil, göz həkimləri və ya kardioloqlar üçün deyil, eyni zamanda daha vacib olan insanlar üçün önəmlidir, pasiyentlər üçün önəmlidir. Çünki hər hansı bir problem həmin o insanın problemidir və bir neçə həkim birləşdiyi zaman və müalicəsini təyin elədiyi zaman çox daha yaxşı nəticələr əldə edə bilirik bu pasiyentlərdən. Bugün kardiologiyada biz nadir, lakin gec diaqnozu qoyulan xəstəliklərdən danışdıq. Ürək amiloidozu kimi, hansı ki uzun müddət özünü sadə ürək çatışmazlığı və yaxud da təzyiqə bağlı dəyişikliklər kimi göstərə bilər. Halbuki hadisə, altda yatan hadisə tamamilə fərqlidir. Nadir xəstəliklər əslində müalicə olunmayan xəstəliklər deyil, lakin onlara daha həssas yanaşdıqca və daha erkən diaqnozunu qoyduqda kifayət qədər yaxşı nəticələr ala bilərik bu xəstəliklərin müalicəsində. Yəni bu xəstəliklərdən nadir olduğu üçün bu xəstələrdən əlimizi üzməməliyik. Əksinə onlara daha həssas yanaşmalıyıq onların diaqnostikasına və əlimizdə olan bütün imkanları tətbiq eləməliyik ki, bu xəstəliklər gözdən qaçmasın.